Azərbaycan istehsalı olan filmlər. Konkret ideoloji missiyaya xidmət edən dövrdə onlar daha çox istehsal olunurdu. Müstəqillik dönəmində Azərbaycan ətrafında baş verən hadisələr bir çox sahələr kimi ölkənin kino industriyasını da zədələdi. İndi isə digər sahələrlə paralel vətəndaş cəmiyyətini formalaşdırmaqda əvəzsiz vasitə olan kino sənayesinin dirçəlməsi istiqamətində müəyyən addımlar atılır. Azərbaycan filmlərini artıq bəzi beynəlxalq festivallarda da görmək mümkündür. Məsələn, rejissor Azər Quliyevin Sanki Yoxsan adlı filmi 77-ci Cannes Film Festivalının qısa metrajlı filmlər müsabiqəsinə seçilən ekran işlərindəndir. Bəli, çox yaxşı qarşılanıb Cannes Festivalında. Əsas təqdimatımız orada olmuşdu. Sonra həmin filmlə biz Sarayevo Festivalına əsas müsabiqəyə düşdük. Və çox yaxşı qarşılanıb və dəstəklənib xarici tamaşaçı tərəfindən. Amma bəzi hallarda Azərbaycan filmlərinin Cannes, Venesiya, Berlinale kimi nüfuzlu festivalların əsas mükafatlarından kənarda qaldığının da şahidi oluruq. Niyə? Filmlərin hansı mərhələdə, hansı dərəcədə izlənib, kateqoriyalaşdırılıb, seçilməsi biraz qəliz məsələdir, sual altındadır. Təbii ki, sinopsisdən baxıb seçilə bilər, əksəriyyətinə heç baxılmaya bilər. Digər ölkələrlə müştərək filmlər çəkilərsə, o filmlərin festivallara əlçatanlığı daha çox ola bilər. Festivallar nəhəng kino bazarını müəyyənləşdirir. Məsələ ona görə də bəzi kinofestivalların şərtlərində maraqlı nüanslara rast gəlinir. Müəyyən siyasi mesajları çatdırmaq üçün festivallardan bir platforma kimi istifadə edirlər. Azərbaycan dünya festivallarının birinci şərqin nümayəndəsi kimi diqqətini çəkir. Bizdən siyasi gözləntiləri var, onlar daha çox azlığın mövqeyini ifadə edən filmləri, çoxluqla konfliktdə olan mövqeyini görmək istəyirlər. Bununla yanaşı bizim milli maraqlara cavab verən filmlər festivallarda iştirak edir. Bütün hallarda Azərbaycan kinematografiyasının inkişafı dövlətin aidiyyatı qurumlarının diqqət mərkəzindədir. Digər sahələrdə olduğu kimi bu sahənin də uğurları vətəndaş cəmiyyətinin formalaşmasına verəcəyi töhfələrin aydın görünəcəyi gün təbii ki, uzaqda deyil. Məmməd Məmmədli, Gülnaz Hacıyeva, Sevgi Əlizadə, Xavər Zayrova, Mədəniyyət xəbərləri.